Salam dostlar. Ötən dərsdə klass və obyekt məntiqini öyrəndik. Bu gün isə OOP dünyasında çox vacib bir mövzuya, encapsulation, yəni məlumatların gizlədilməsi, getters, setters konseptinə baxırıq. Dərsə keçməzdən əvvəl Dart dilinə çox fərqli bir qaydasını bilməliyik. Dart dilində bir dəyişənin qarşısında altdan xətt qoyduqda o dəyişən gizli olur, yəni private olur. Digər dillərdə əgər bilinirsə və buradan dartı gəlmişsə bilirsə, digər dillərdə bir dəyişən gizli etmək üçün qabağına private açacağını yazmaq lazım. Amma dartda belə bir şey yoxdur. Biz gizlətmək istədiyimiz dəyişənin adının qarşısına underscore qoyduqda, yəni altdan xətt qoyduqda o dəyər gizlənmiş olur. Məsələn, mən bir class bank deyə bir dənə class yaradıram. Gəlin əvvəlcə amma bunun niyə işlədiyini bilək. Yəni buradakı getters, setters metodu nədir? Düşünün ki, sizin bir bank kartınız var. Siz bu bank kartını digər şəxslər daxil edə bilmir, sizdə qalır. Siz bu bank kartından da bax pul çəkə bilirsiniz və ya ora pul yatıra bilirsiniz. Nə edirsiniz? Gedirsiniz bankomata, kartınızı salırsınız. İçindəki pula baxanda bu getdirsiniz, yəni pula baxırsınız, get deyir sadəcə qısaca. İçində ki, o pul yatırırsınızsa, oradakı bankomatın düymələrindən istifadə edirsiniz, ola pul yatırırsınız. Bu da olur, ya da pul çəkirsiniz, bu da olur set deyir. Qısaca olaraq set deyir. Yəni getters baxmaq, setters isə dəyişməyə icazə vermək kimi bir şeydir. Amma əvvəlcə gəlin biz dəyişənimizi gizlədək. Mən bank klassımda bir dənə dəyişəyim. Double tipində adı olsun balans. Yəni mənim balansım saxlayır. Mənim balansım olsun 500 manat. 500 manat. Əla. Bunu söyləyəcəm. Əla. Düşdü aşağı nəyə? Double balans 500. Burada nəsə problemimiz var mı? Yoxdur. Terminal olacaq. Tamam. Düşdü aşağı. Void main funksiyamızı yazaq. Sağa. Mən indi əvvəlcə sizə bir şey deməliyəm ki, niyə bunu hal-hazırda yazılır? Bu ondan ibarətdir ki, hal-hazırda sizə bir səhvi göstərəcəm. Bu səhv ondan ibarətdir ki, burada bir tələb var. Bu tələb nədən ibarətdir? Bu tələbdə əgər biz dəyişənimizi, baxın bu main dart faylının içində gizlədirəmsə, private eləmək istəyirəmsə, bu mümkün deyil ki, bu fayla daxilə private olsun. Mümkün deyil. Bu ancaq başqa faylda private ola bilər. Necə? Bax, mən bunu gizlətmişəm, düzdür? Deməli, mən burada, bax burada, bank yaradıram, my balance, bərabər, yenə bank, düşdüm aşağı. Deməli, bunu print eləsəm. Yəni, my balance'ın içindəki altdan xətt balansı görməməliyim. Mən bu mənə icazə verməməliyim bunu. Buradan debug console gələk, bunu refresh elədək. İşləsin bu. Bəli, burada 500-ü yazılır. Nədir? Yəni, bu demək istəyir ki, artıq biz buradakı balansa çatdıq. Amma normalda çatmamalıyıq. Deməli, bizim private'imizdə iki əsas qayda var. 1. Qabağından altdan xətt yazanda dəyişən private olur. 2. Yazılan faylın içində dəyişən private ola bilməz. Deməli, mən onda gedib başqa bir dənə fayl yaratmalıyam. Həmin fayla ad verdikdən sonra mən gəlib o dəyişəni gizli eləyə bilərəm. O zaman gəlirəm mən, baxın, burada ulib faylının yanına bir dənə fayl yaradıram. Adım olsun bank account.dart faylı. Bunu yaratdım. Bunu yaradandan sonra, baxın, bu klası gəlirəm bunun içində istifadə eləməyə. Gəldim bura, bank account içində bu klasını keçirdim bura. Əla. Gəldim bura, bunu x verək. X verəndən sonra mən onu, o kodu bura import etməliyəm. Import bank account.dartı gətirdim. Əla. Görürsünüz, artıq qızarmağa başladı. Deyir ki, balans, sən define type, nə deyir, getter deyir, təyin eləməmsən də sən bura. Yəni, mən burada debug console-da burada refresh eləsəm, başlayacaq xəta verməyə, çünki işləməyəcək. Niyə mən bu üçün bir getters yazmamışam? Getters nə idi? Bizim məlumatımızı görmək üçün, yəni bizi geri qaytaran bir şey.
Get test yazmaq əslində çox sadədir. Gedək get test yazaq. Gəlirəm aşağı düşürəm. Get test yazaq. Birinci get test mənə hansı tipdə data qaytaracaq? Yuxarıda double. Mən istəsəm yəni double qaytara bilərəm. Sadəcə fikirləşirəm ki, əvəzdən fikirləşmək lazım ki, get bizə hansı tipdə data qaytaracaq. Bilirəm ki, double. Düşdüm double. Double yazandan sonra getin açar sözünü yazacağam. Get demək. Bu mənə hansı açar sözə bir dəyər qaytaracaq? Altdan xətt balansın əvəzinə deyək ki, buna yazaq ki, get balans. Get balans deyə yazacağam ki, yəni bilim ki, bu getlərdən gələn balansdır. Düşdüm aşağı. Buna yazacağam, bu bizə nə qaytarır? Return, bu bizi qaytaracaq bizim balansımızı. Okey, bağladıq. Gəldik bura. Bax, buradan bunu sildik. Get balansın nöqtəsini qoyduq. Baxın, get balans gəldi bura. Əla. Bir də indi refresh eləyək. 500-ü görək. Əla, 500-ümüzü gördük. Deməli, get test nə edir? Get test icazə verir ki, mən gələn dəyişəni görə bilim. Yəni, biz istəsək bu dəyişənə başına oynatsaraq geri qaytara bilərik. İkinci, məncə get test çox sadədir. Yəni, heç bir problem yox. Gəl keçək indi setlərlə tərkibsiz yeniləmək. İndi bizim bir balansımız var. Düzdür, balansımız var. Amma bu balans heç vaxt sıfır ola bilməz. Yəni istifadəçi gəlib ora bizim 500 manatımız var, istifadəçi gəlib ora 1000 manat yazıb geri çıxarda bilər və belə şeylər elə bilər. Baxın, biz bunun qarşısını almaq üçün set dəyişən istifadə edirik. Set deyil, bizim yoxlamamızdır. O bilir ki, biz nəyə icazə veririk, ancaq onu eləsin. Yəni, tutaq ki, bizim icazə verdiyimizdən artıq pul çıxarda bilməsin, bizim icazə verdiyimizdən çox pul əlavə edə bilməsin. Yəni set test bundan ötürü istifadə olunur. Set test necə yazılır? Get testi necə get sözündən yazılırsa, set test də çox sadə set sözü ilə yazılır. Aha, set burada biz nə edirik? Gəlirik yəni biz get balansımızı dəyişməyə. Aha. Deməli, biz burada get-dən get balans elədik, daha aydın başa düşdük. Gəlin, burada set-lər nədir? Set balans eləyək. Set balans. Deməli, mən birinci set açma sözündən istifadə edirəm. Sonra istifadə edəcəyim adı yazacağam. Yəni, nədir burada? Set balans. Deməli, düşünürəm ki, bu set balansdır. Set balansın içində mənə bir dəyər gələcək. Bu dəyər double tipində olacaq. Double tipində olacaq. Adı da olacaq new amount. Bu sadəcə gələn dəyərə adlandırmaqdan ötürü istifadə edirəm. Deməli, set balance amount bir dənə dəyər gəlir. Düşürəm aşağı bu gələn dəyəri nə edir? Düşünürəm ki, bu dəyər əgər gəlirsə, tutaq ki, sistemə, əgər bu adam pul çıxartmaq istəyirsə, dəyər mənfi gələcək. Yox, pul əlavə eləmək istəyirsə, dəyər müsbət gələcək. Onda deyirəm ki, if əgər mənim balansımla gələn yeni amount, sıfırdan böyük bərabər sıfır olarsa, niyə böyük bərabər sıfır olarsa, məndən çox pul çıxa bilməz axı. Bu 500 manatsa, məndən 550 manat hesab çıxarda bilməz. Ona görə də 500 manatın hamısını çıxarda bilər. Bu zaman sıfıra bərabər olur. 400 manatdan çıxarda bilər. Bu zaman da sıfırdan böyük olur. Yəni, əgər sıfır və sıfırdan böyük bərabər olarsa, onda yazıram ki, new balans bərabərdir. Balans üstünə gəlinsin. New balans istəyirəm, yəni bu belə anlamıram. Balans bərabərdir. Köhnə balans üstünə gəlinsin, new amount. Yazdım mı bunu? Aşağıda düşüb yazıram ki, print. Yazıram. Balans burada dollar balans manatdır. Manatdır. Əla manatdır. Düşürəm aşağı. Əks halda yazsam. Bu if-else-ni öncə bilərsiniz, bilməsiniz, belə öyrənəcək. Düşürük aşağı, else yazıram. Else demək ikinci şərt. Burada nə yazıram? Burada yazıram ki, əks halda yaz ki, print. Ne yazsın buna? Yazsın ki, balans sıfır olan
Balans mənfi ola bilməz. Ya da ki, balansda kifayət qədər əmrlər yoxdur. Necə bunu yazaq? Balansda kifayət qədər yox. Bunu yazdıq. Gəlin gedək main faylımızın içinə. Bunu silək də, buna ehtiyacımız yoxdur. Düşürəm aşağı. My balansı gətir. Nöqtə. My balansın içində set balansı daxil olur. Bu set balansını yazıram ki, bax, buradan bir yazacağım dəyər -5 yazacağım. -4 yazacağım, 4 düşdü. Bax, bu yazdığım bu 400, bax bu 400. Gəlir, bax, bu nüamətin yerinə oturur. Bu gəlir, burada bunu yoxlayır. Balansla -400-ü toplayacaq, eləyəcək 100. Balans 100 şərt ödəyinə görə bu hissə işləyəcək, yəni bu hissə işləyəcək, ekranda 100-ü göstərəcək və çap olunduğu göstərəcək. Gəlin main faylımıza, refresh edirik, ekranımızda balansın 100 manat olduğu göstərilir. Amma gəlin mən bunu tutaq ki, gəlirəm buradan bunu 600 eləsəm, refresh eləsəm, deyəcək ki, balansımızda kifayət qədər məbləğ yoxdur. Və bunu da əgər silib təzədən toplayın, 600 manat yatırmaq istəsəm, balansımın 1100 manat olduğu ekranda çox rahat şəkildə yazılacaq. Gördüyünüz kimi birbaşa dəyişmək istəyəndə aldığımız xətanı indi setters bizim qoruyucu filtrimiz oldu və mən sizə bunu öyrətmədim deyəsən, birbaşa xətanı yazmadım. Məsəl üçün, mən düşüb burada my balance nöqtə balansı yazsam bərabər tutaq ki 600. Bu buna icazə verməyəcək. Yəni birbaşa balansı dəyişməyimi heç görürsünüz. Burada nöqtə qoyanda balansı gətirir. Baxın. Burada nöqtə qoyanda heç altdan xətt balansı gətirir. Gördünüz? Heç altdan xətt balansı gətirir. Amma my balance desəm, nöqtə desəm, get balans gətirir. Görürsünüz? Mesela olur. Altdan qoyun gəlməyəcəkdir. Amma set balans, sonra get balans, sonra şəkildə gəlməkdir. Yəni, ümid edirəm ki, getləri və setdəyiz necə ki, asandır, sadədir, sizə çox rahat şəkildə başa düşər. Deməli, xülasəmiz nə? Baxın, dostlar, dərsimizin məntiqi tam olaraq budur. 1. Altdan xətt qoyduq və dəyişəni kənar fayllardan gizlətdik. Öz daxili faylımızda yox, kənar fayllardan. 2. Birbaşa toxunmaq istədikdə xəta aldıq. Yəni, əgər birbaşa bunu mən, baxın, bunun içindəki balansın, bu balansa birbaşa toxunmaq istəsəm, mən alıram. Xəta alırım. Toxuna bilmirəm. Get yazaraq getdə istifadə elədik. Double-la getin hansı tipdə qayıdacağını və bizə nə qaytaracağını bildik. Setdir yazdıqda isə daxilinə şərt qoyaraq tərcih şəkildə həmin datamızı yenilədik. Flutter layihələrimiz böyüdükcə bu tərkizlik qaydası qullanıcının xarab olmasının qarşısını alacaq. İndi bəlkə də siz çox sadə gələ bilər ki, bunun niyə ehtiyac var, amma layihələr, Flutter'da layihəniz böyüdükcə, yəni bu məntiqləri tam olaraq məncə başa düşəcəksiniz. Əsas ondan ibarətdir ki, olacaq siz getdirin və setdirin tərkizli şəkildə bizim faylımızın içində olan, bizə lazım olan dəyəri istədiyimiz kimi dəyişə bilməyiniz olur. Yəni, baxın, əgər mən getdiri yazmasaydım, kənardakı adam balans eləyərək balansı gətirə bilər. Amma mən bu getdiri tutaq ki, burada balansın üstünə bir 100 də gəlib versəm, 100 də gəlib versəm, bu həmişə balansımızı elə görəcək. Gəlin, bunu da silək. Bunu silmək olaraq görünür. Y balans yazalım. Y balans nöqtə get balans deyərək mən onu istədiyim kimi də manipulə silə bilərəm. Amma 500 yox, bana 600 göstərə bilərəm. Bəli, bu dərsimiz bu qədər. Məncə çox sadə idi. Ümid edirəm hər kəsin başa düşəcəyi bir şəkildə olar. Bu dərsin son olaraq tapşırığı ondan ibarət ola bilər ki, həmən düşünün. Eyni şəkildə siz də bir dənə bank hesabı yaza bilərsiniz. Elə bunun özünü yaza bilərsiniz. Bank, ümumiyyətlə başqa dəyəri qorunmalı olan bəzi şeylər yaza bilərsiniz. Ümumiyyətlə maşın da yaza bilərsiniz. Normalda maşının yəni HPC sürəti sabit olur da. Amma siz onu müxtəlif yerlərə apararaq, müxtəlif işləyicilər yazılaraq onun sürətini artıra bilərsiniz və yaxud da at gücünü artıra bilərsiniz. Buna uyğun bir dənə car class yaradıb, onun bir at gücünü
bir dəyişəni mənimsədə bilərsiniz. Həmin dəyişənin get dəyişəni ala bilərsiniz. Set dəyişəndən də artırıb azalda bilərsiniz. O da olar sizin işləyiciniz. İşləyici 1, işləyici 3, işləyici 4 deyə istifadə edə bilərsiniz. Bəli, bu qədər. Hələlik növbəti dərslərdə görüşmək üzrə.